Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bütün ümmətim qiyamət günü bağışlanacaq, yalnız günahı açıq-aşkar eləyəndən başqa. Ona görə də qardaşlar, bu şeylərdən Allaha sığınmaq lazımdır. Bəzən görürsən ki, qardaşlar bu artıq elə bir səviyyəyə çatıb ki, Allah müstəhan. Bəzən o kiçik günahlar, hətta böyük günahlar da ki var, hansı ki insanlar arasında bu adiləşib. Yəni aşkarda bunu eləyirlər. Yəni bu Allahın rəhmətindən uzaq olmağa ən böyük səbəblərdəndir. Biri var, insan edir günahını və etiraf edir. Qullardan bunu gizlədir. Bilir ki, Rəbbi ilə özü arasındadır və bunu da etiraf edir günah olduğunu. Amma bir də var, insanlar içərisində açıq-aşkar bunu edir. Yəni belə demək tabiri caizsə, nə Allahdan utanır, nə məxluqdan. Yəni bu da həyanın ortadan qalxmasının ən böyük göstəricisidir. Barakallahu fikum. Allah'a sığınırıq. Və bu günahları qardaşlar, alimlər deyirlər ki, istər kiçik olsun, istər böyük olsun, salih əməllər günahları bağışladırmı? Kiçik günahlara gəldikdə İbn Abdülbər rahimehullah deyir ki, icma nəql edir ki, heç bir şək şübhə yoxdur ki, kiçik günahların hamısını yəni salih əməllər yuyub aparır. Və böyük günahlara gəldikdə isə böyük günahlara tövbə lazımdır. Və bəzi alimlər qeyd edirlər ki, böyük günahları da yəni ola bilsin ki, böyük günahları da ibadətlər, salih əməllər silib aparır. Lakin Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, hər namaz digərləri ilə, yəni digər namaz ilə öz arasında olan günahları bağışladır, böyük günahlar xaric.